Məşhur hədislərə əsasən İmam Zaman Ağa 255 Hicri ilinin Şaban ayının 15-də cümə gecəsi anadan olmuşdu. Şeyx Müfidin dediyinə görə atası İmam Həsən Əsgərinin ondan başqa övladı olmamışdı. Həzrətin anasının adı Nərcis idi və o çox iffətli və layiqli bir xanım idi. Onu Süsən, Sigəl, Sigil, Məlikə də adlandırırdılar. O Roma imperatorunun oğlu Yuşanın qızı idi. Həzrət İsa'nın tərəfdaşlarından olan Şəmunun nəvəsi idi və ilahi bir möcüzə nəticəsində 11-ci imamın həyat yoldaşı olur. Nərcis xanım Romada olarkən qəribə yuxular görərdi. Bir dəfə yuxuda əziz İslam Peyğəmbəri ilə Həzrət İsa'nı görür ki, onun nigahını İmam Həsən Əsgəriyə bağlayırlar. O yuxuda başqa qeyri-adi şeylər də görürdü və Həzrət Fatime-i Zəhranın dəvəti ilə müsəlman olur. Ancaq müsəlman olduğunu ailəsindən və ətrafındakilardan gizlədir. Müsəlmanlar ilə Romalılar arasında müharibə başlayır. Roma imperatoru ordusu ilə bir yerdə müharibəyə yollanır. Nərcis xanıma yuxuda əmr edilir ki, gizlin şəkildə kənizləri ilə bir yerdə sərhədə gedən ordunun ardınca getsin. O bu cür edir və sərhəddə müsəlmanlar onları əsir tuturlar. Onu başqa əsirlərlə bir yerdə Bağdada aparırlar. Bu hadisə 10-cu imamın imamət dövrünün sonlarında baş vermişdi. İmamın Roma dilində yazdığı məktubu Bağdadda Nərcis xanıma verirlər. Məktubu aparan elçi onu qul kimi satın alır və İmam Hadinin yanına gətirir. İmam onun gördüyü yuxuları Nərcisin yadına salır və ona müjdə verir ki, o 11-ci imamın həyat yoldaşı olacaq və dünyaya elə bir övlad gətirəcəkdir ki, bütün aləmi ədalətə və nura boyayacaqdır. İmam Hadi Nərcis xanımı bacısı Həkiməyə tapşırır ki, ona İslam adət-ənənələrini başa salsın. Bir müddət sonra Nərcis xanım İmam Həsən Əsgəri ilə ailə qurur. Təvəllüdün necəliyi. Əməvi və Abbasi xəlifələri Peyğəmbərdən onlara çatan hədislərə əsasən bilirdilər ki, gec-tez imamın nəslindən elə bir oğlan dünyaya gələcəkdir ki, zülmə qarşı çıxacaq və ədaləti bərqərar edəcəkdir. Ona görə də onlar gözləyirdilər ki, bu körpə dünyaya gələn kimi onu məhv etsinlər. İmam Həsən Müctəbanın zamanından başlayaraq Peyğəmbər nəslinə edilən təzyiqlərin sayı artır. İmam Həsən Əsgərinin zamanında ən son həddinə çatır. O, Həzrətin bütün həyatı xəlifələrin nəzarəti altında idi. O, evə gedənlərə və gələnlərə nəzarət edilərdi. Belə ki, bu cür şəraitdə imamın dünyaya gəlməsi aşkar şəkildə ola bilməzdi. Ona görə də onun anasında hamiləliyin heç bir əlaməti görünmürdü və hətta imamın ən yaxın adamları belə körpənin dünyaya gəlməsindən xəbərsiz idilər. İmam Həsən Əsgərinin bibisi Həkimənin dediyinə görə Həsən İbni Əli mənim dalımca gəlmişdi və buyurur ki, iftara onlarla bir yerdə idim. Çünki bu gecə Şaban ayının 15-idir. Allah bu gecə yer üzərində olan hüccətini aşkar edəcəkdir. Soruşdum, anası kimdir? Buyurdu, Nərcis. Ərz etdim, Allah məni sizə fəda etsin. Ancaq onda hamiləliyin heç bir əlaməti yoxdur. Buyurdu, mövzu necə demişəmsə elədir. Həkimə xanım nəql edir ki, mən İmam Həsənin evinə getdim və salam verəndən sonra oturdum. Nərcis xanım mənim yanıma gəldi və ayaqlarımdakı ayaqqabını çıxararaq dedi, ey mənim banum, gecəni necə keçirtmisən? Dedim, sən mənim və mənim nəslimin xanımısan. Sözümü inkar etdi və dedi, bibi, nə olub ki? Ona dedim, qızım, Allah Teala bu gecə sənə bir oğlan əta edəcəkdir ki, dünya və axirətin səadəti olacaqdır. Nərcis həya edib yerində oturdu. İşə namazını qıldım və iftar etdim. Yatağa gedib yatdım. Gecənin yarısı namaza qalxdım və namazımı tamamladım. Halbuki Nərcis yatmışdı və doğumdan heç bir xəbər yox idi. Namazımı qurtarıb yatdım. Ancaq biraz keçməmiş heyrətlənmiş halda yerimdən qalxdım. Bu zaman Nərcis də durub namaz qılırdı. Həmin vaxt şək sorağıma gəlməyə başladı. Ancaq bu zaman Əbu Muhammed oturduğu yerdən dilləndi. Ey bibi, tələsmə ki, həmin an yaxınlaşır. Həkimə davam edir. Səcdə və Yasin surələrini oxuyurdum ki, Nərcis ağrıyaraq yuxudan ayılır. Mən tələsik onun yanına getdim və dedim, Allahın adına and içirəm.
Nə isə hiss etdin, dedi. Bəli, Bibican. Dedim, özünə hakim ol və sakitliyini qoru ki, bu mənim sənə dediyim şeydir. Az bir müddət ərzində yuxuladım. Elə bu zaman doğum baş verdi və mən körpənin hərəkəti ilə yuxudan ayıldım. Gördüm ki, o səcdə əzalarını yerə qoyub səcdə edir. Onu qucağıma götürdüm və gördüm ki, o tamamilə pak və təmizdir. Bu zaman Əbu Muhammed dedi, ey bibi, övladımı yanıma gətir. Körpəni onun yanına apardım. İmam əllərini onun belinin altına qoyur və ayaqlarını sinəsinə diriyir. Dilini körpənin ağzına salır və əllərini onun gözlərinə və qulaqlarına çəkir. Sonra deyir, oğlum, danış. Körpə dil açır və deyir, şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur, heç bir şəriki yoxdur. Şəhadət verirəm ki, Muhammed Allahın göndərdiyi rəsuldur. Sonra əmrəl-mömininə və qalan imamlara salam göndərib atasına çatır. Həzrət Məhdinin dünyaya gəlişini çox az adam bilirdi. Adı, künyəsi və ləqəbi. Həzrətin adı və künyəsi Peyğəmbərin adı və künyəsidir. Bəzi hədislərdə deyilir, o zamana qədər ki, Allah yer üzərində zühuruna və dövlətinin möhkəmlənməsinə zinət bağışlamamışdı. Heç kimə rəva deyildir ki, onun adı və künyəsini dilinə gətirsin. Buna görə də bəzi fəqihlər onun adını çəkməyi məkruh bilmiş, bəziləri isə bu qadağanın kiçik qeyb dövrünə aid olduğunu söyləmişdilər. Çünki o zaman həyati təhlükə var idi. Ona görə də fəqihlər onu müxtəlif ləqəblərlə çağırmağa başlamışdılar. Hüccət, Qaim, Məhdi, Xələfə-Salih, Sahibi Zaman, Sahibi Dar kimi. Kiçik qeyb zamanı Həzrətin tərəfdaşları onu Nahi-i Müqəddəsi çağırırdılar. Kiçik qeyb. 260-cı hicri ilində Rəbiül Əvvəl ayının 8-də, yəni o zamanki İmam Zaman ağanın 5 yaşı var idi. Abbasi xəlifəsi Mötəmid İmam Həsən Əskərini zəhərləyib şəhid edir. İmam Əsir atasının qəbri üzərində namaz qılır. İmam Həsən Əskərinin şəhadəti ilə İmam Zaman ağanın imamət zamanı başlayır. Kiçik qeyb zamanı da elə o dövrə təsadüf edir. Yəni 260-cı hicri ilində başlayır. 329-cu ilə qədər davam edir. Bəziləri bu vaxtın 69 il olduğunu, bəziləri isə 74 il olduğunu söyləyirlər. Böyük qeyb. 329-cu hicri ilində imamın həyatında başqa bir dövr başlayır. Onu böyük qeyb adlandırırlar. Bu qeyb hələ də davam etməkdədir. Kiçik qeyb dövründə insanlar imamın köməkçilər vasitəsilə onunla əlaqə saxlayır və suallarına cavab tapırdılar. Ancaq böyük qeyb dövründə sual olan müsəlmanlar fəqihlərə müraciət edirdilər. İmam Əsrin xüsusi köməkçiləri. İmamın kiçik qeyb dövründə 4 xas naibi olmuşdu ki, bəzən həmin naiblər vasitəsilə digər tərəfdarları ilə də Həzrət əlaqə saxlayır, ünsiyyət qururdu. Həmin 4 xas naib bunlardı. 1. Osman İbn Səid, hicrətin 260-267-ci illərində Həzrətin naibi olmuşdu. 2. Muhammed İbn Osman, 1-ci naibin oğludur və hicri 267-305-ci illərdə Həzrətə naiblik etmişdi. 3. Hüseyn İbn Ruh, hicri 305-326-cı illərdə imamın naibi vəzifəsində çalışmışdı. 4. Əli İbn Muhammed, 326-329-cu illərdə imamın naibi olmuşdu. Bu şəxslər yüksək məqam sahibi, fəzilətli, adil, təqvalı, alim və etibarlı insanlar idi. Əbəs deyil ki, Həzrət onlar özünə xas naibləri təyin